Xanımlar salam, mən Aymaz. Bugün sizə yeni başlayan ustalara necə frenç çəkə bilərlər onu göstərəcəm. Çünki kurslarımda məndən ən çox istənilən dizayn frençdir. Bu da deməkdir ki, xanımların çoxu, bu işə yeni başlayan xanımların çoxu frenç çəkməkdə çətinlik çəkir. Amma heç də təsəvvür elədiyiniz qədər çətin bir proses deyil. Sizə sadəcə lazımdır incə başlıqlı bir kist. Məndə Embutikin 11 millisidir. Bir də kraska ola bilər. Məndə məsələn Embutikin ağ kraskasıdır və yaxud da kraska qədər qatı olan laklarla çəkə bilərsiniz bu dizaynı. Və yaxud da əgər rəngli qatı lakınız yoxdursa, o zaman bir kraskaya o rənglərdən qatıb, neon tozlardan da qatıb rəngli kraska əldə edə bilərsiniz. İndi sizə mərhələ-mərhələ necə çəkməli olduğunuzu göstərəcəm. Təsəvvür eləyək ki, bu müştərinin dırnağıdır, bizim əlimizin içindədir. Sizin ilk öncə eləməli olduğunuz şey dırnağın mərkəzini tapmaqdır. Məsələn, bu dırnağın mərkəzi xətt kimi gəlirəm və görürəm ki, buradadır. Bu hissəyə bir nöqtə qoyuram. Nöqtə qoyduğum zaman, burada işıq düşür, amma görürsünüz, nöqtə qoymuşam. Nöqtə qoyduğum zaman mən artıq dırnağı iki hissəyə ayırmış oldum. Ayırdığım iki hissənin də mərkəzinə ayrı-ayrı nöqtələr qoyuram və 3 dənə nöqtə alındı. Düzdürmü? Tam mərkəzdə və mərkəzin mərkəzlərində. Bu zaman bu işi görəndən sonra siz artıq sərbəst hissənin başlanğıcını tapmalısınız ki, dırnaqda sərbəst hissə hardan başlayır? Məsələn, məndə tutaq ki, buradan başlayır sərbəst hissə. Bu hissədən. Amma mən frenci daha uzun çəkmişəm. Nəyə görə? Çünki dırnağımda belə olanda daha çox bəyənirəm. Sizin də müştəriniz istəyirsə, sərbəst hissədən daha aşağıya düşə bilərsiniz. Amma yox, müştəri uzun frenci, mənim dırnağımdakı kimi frenci sevmirsə, o zaman sadəcə bu sərbəst hissənin başladığı yerdən balaca bir dırnağa belə bir şəkildə nöqtə qoyursunuz və oradan frencinizi çəkirsiniz. Tutaq ki, deyək ki, burada bu dırnaqda bu hissədən başlayır, sərbəst hissə. Düzdürmü? Qaynaq eləmişsiniz və uzun bir dırnaqdır. Bu zaman başlanğıc olan hissədən çəkdiyiniz birinci nöqtəyə doğru bir xətt çəkirsiniz. Düz xətt. Eyni prosesi onunla paralel olan digər tərəfə də eləyirsiniz. Sərbəst hissənin başlanğıcından çəkdiyiniz nöqtəyə uzun bir xətt. 2 dənə xətt çəkdinizmi? Bu 2 xəttin ortasından da bir dənə xətt çəkəcəksiniz və bunu necə çəkirsiniz? Nəyə əsasən çəkirsiniz? Müştərinin istədiyi qalınlığa əsasən. Əgər çox qalın istəyirsə, qalın çəkirsiniz. Yox, normal istəyirsə, 2 xəttin ortasından bir dənə bu şəkildə xətt çəkirsiniz. Və indi burada künc qalıb axı. Bu küncü saxlamaq olmaz. Bu küncü itiririk. 2 xəttin ortasını birləşdiririk və bu künc itənə qədər o yumruluğu davam elətdiririk. Frencin hər zaman birinci çəkirsiniz çərçivəsini, daha sonra çəkirsiniz içini, doldurursunuz içini. Məsələn, bu şəkildə çərçivəni çəkdiniz, ondan sonra artıq fırçanızı kraskaya tam batırıb içərisini doldura bilərsiniz. Frencinizi əgər əmin deyilsinizsə, müştərinin dırnağını çevirin, baxın sağına, soluna, bəyənirsinizsə bu zaman qurudun. Sonda isə mütləq topla dırnağı bağlayırsınız. Mat topdan da istifadə edə bilərsiniz, parlaq topdan da istifadə edə bilərsiniz. Bu müştərinizin və sizin istəyinizə uyğun olaraq dəyişir. Və bu da nəticə, üzərinin topunu vururuq, aparatda quruduruq, dırnağımız bu şəkildə gözəl, səliqəli bir frenç olur. İstəsəniz öz dırnaqlarınızda da yoxlayıb və yaxud da istəsəniz tipsilərdə, boş tipsilərdə yoxlayıb daha sonra müştərilərinizə çəkə bilərsiniz. Necədir? Bəyəndiniz?